Buyurur ki, o insanların hidayət yolunda çalışdı. Baləğə, mübaliğə söz ondandır. Yəni, bir şeyi bir adam şişirdəndə deyirlər mübaliğə eləmə. Yəni, o qədər çalışdı, yorulmadan çalışdı insanların hidayəti yolunda. Bir var, birinə desəm, məndən deməkdir. Onu göstərir ki, biz onu çox istəmirik. Amma bir də birini çox sevdikcə ona danışırıq, əleyhissalam bu nöqtəyə işarə edir. Deyir ki, fəbaləğə fin-nəsihə. O, nəsihətdə insanları hidayət eləməkdə çox çalışdı, həddindən artıq çox çalışdı. Sırf boynundan götürülsün deyə söz danışmırdı. Və məzə alət təriqə, axıra qədər yolu getdi. Yolun axırına qədər getdi. Yorulmadı, ruhdan düşmədi. Xəyanət gördü, vəfasızlıq gördü, insafsızlıq gördü. Əzab, əziyyət çəkdi. Bir dəfə də ah çəkmədi ki, bu nə idi? Yoruldum bu cəmaatın əlindən. Belə eləmədi. Belə eləmədi. Bir nəfərə biz 5 dənə söz deyirik, başa düşmür deyirik, üzr istəyirəm sizdən, deyir ki, bundan adam olmaz. Amma Peyğəmbər belə söz demədi. Ən qatı inadkar müşriklərin içində təbliğ elədi. Bəziləri inadkarcasına öz dediyinin üstündə durub bütpərəstlikdən əl çəkməyəndə Peyğəmbərin reaksiyası bu oldu ki, yəqin nəsə nöqsan məndədir ki, sözüm təsir qoymur, özünü qınadı. Bugün mənim kimlərə nümunə olmalıdır. Cəmaata tez cahil damğası vururuq, azğın damğası vururuq, özümüzü təmizə çıxartmağa. O əzəmətdə Peyğəmbər o qədər çalışır, yorulmadan, yenə də bəzisi var, düzəlmir də, hidayət olmur. İmtina eləyir, inkar eləyir, Peyğəmbər deyir, nəsə məndə nöqsan var, problem məndədir, bunda yox. Təsəvvür edirsiniz, bu nə qədər əzəmətli bir adamdır. Gedir, deyir, gedim biraz da ibadətimi artırım, gedim gecə ibadətimi artırım, gedim öz mənəviyyatımı artırım ki, sözüm təsir qoysun. Allah məcazi mənada desək dözmür. Deyir ki, Taha, mə anzəlnə aleykəl Qur'an li təşqa. Biz bu kitabı sənə nazil etmədik ki, özü əziyyətə salasan. Quran belə söz işlədir onun barəsində. Heç kəs haqqında belə söz işlənmir. Ləalləkə baxiun nəfsək. Az qalır özü öldürəsən bunların yolunda. Allah deyir. Az qalır canı fəda eləyəsən. Nəyin var verəsən tək bu insanları hidayət eləyəsən. Əleyhissalam da belə tərif edir. İnsanları hidayət eləmək istəyirsənsə, kiməsə ağıl qoymaq istəyirsənsə, birinci şərt onu sevəsən. Onun üçün dəlicəsinə sevəsən, aşiq olasan. İnsana aşiq olmadan onun səhvini deməyin təsiri yoxdur. Acıqlı tərzdə, kobud tərzdə, irad tutasan, eybin qabardasan, yox. Eybini deyəndə də deyəsən, sən məndən üstün adamsan. Ona deməyin vacib deyil ürəyimdə. O məndən yaxşı adamdır, amma mən bunu çox istəyirəm, bunun səhvini görürəm, istəyirəm onu düz yola hidayət edeyim. Sevgidən qaynaqlanmayan təbliğatın heç bir dəyəri yoxdur. Sevgidən qaynaqlanmayan hidayətin, nəsihətin heç bir faydası yoxdur.